Məhəbbətin ən böyük düşməni ölümdür. Çünki məhəbbət insanın ən böyük təsdiqi, ölüm ən böyük inkarıdır. Çünki məhəbbət fərqləndirir, ölüm eyniləşdirir. Məhəbbət ürəyin danışması, ölüm susmasıdır. Ekzistensialistlər ölüm kandarını ömrün ən mənalı məqamı sayırlar. Əslində o, ömrün sükutudur. Ölüm də məhəbbət kimi zəruridir. Ancaq bəşər bu zəruriliklə heç cür barışmır. Çünki insan arzuları və imkanlarının səddi yoxdur. Məhəbbətdə insan insanı tapır, ölümdə itirir. İllərin yaratdığını bir məqam dağıdır. Ağıl, iradə, ürək dözmür. Yaralı qəlbdən gələn fəryadın sədası kainatı sarsıdı. Xaqani şeirində ölümün yaratdığı kədər heyrətamiz bir qüdrətlə səslənir. Firqətində, bala, səndən də betər yansın atan. Söndü şəmin, kör olub qüssədən odlansın atan. Bu, qəm dastanının ilk sədalarıdır. Ancaq onlar necə də coşqun, gərgin, hiddətlidir. Oğul itkisinin dəhşəti haqqında sonsuz bir ehtirasla danışılır. Lakin biz hələlik kədər dənizinin adi məqamını seyr edirik. Ehtiraslar dramatizmi daim artacaq, zilə qalxacaq və sona yetəcəkdir. Duyğuların məntiqi baxımından biz burada bir muğamvarilik görürük. Hisslərin doğulma, yaranma, inkişaf etmə, son həddə çatma prosesi bütöv şəkildə gözümüzün qarşısından gəlib keçir. Biz kədər dünyasına pillə-pillə qalxırıq və hər pillə daxili gərginliyin yeni mərhələsini ifadə edir. Dostların çıxmaya ta qarşısına yolda onun, tərk edib aləmi öz qəlbinə yollansın atan. Bu misralarda əvvəlki dramatizm çoxalır və aşağıdakı beyt kədəri artıq zilə qalxdığına dəlalət edir. Torpaq altında yatırsan bugün, ey mehrigiya, torpaq üstündə bitən ot kimi tapdansın atan. Buradakı kədər yeri göyü titrədən, ürəyi qara qana qərq edən möhtəşəm ehtirasdır. Burada dərdin dəhşəti, sığmazlığı misilsiz bir qüvvətlə səslənir. Sonrakı misralar gəmin sanki zil pərdə üzərində gəzişməsi təsiri bağışlayır. Kəkliyim, qanlı dodaqlar ilə uçdum, gözü qan. Bir turaç tək sənin ardınca qanadlansın atam. Turaç obrazının şeirdə qeyri-adi bədii qüvvəsi haqqında çox danışmaq olar. Turaç kimi qanadlanmaq, adətən pərvazlanmaq, ilhamlanmaq, uçmaq mənasında işlədilir. Atanın turaclığı indi oğlunun arxasınca məzara yollanmaqdan ibarətdir. Bundan başqa onun əlacı yoxdur. Sonrakı beytdə gərginlik daha da artır. Kədər çayı aşıb daşır, yerə göyə sığmır. Dərdinin güclü əli, bax belə məcbur etmiş, kiçilik barmağa dönsün, iki qatlansın atan. Bu ehtiras tədricən daha da dramatikləşərək şeirin yeni zilini yaradır. Torpaq altındasan, ağlar sənə üstündə fələk. Fələyin dövrü kimi tərsinə fırlansın atan. Dərd, qəm əhlini tərsinə fırladıb. Çünki fələyin dövrü tərsinə fırlanır. Fələyin dövrü qəm əhlini tərsinə fırladıb. Kədərin zili ölümün dəhşətli mahiyyətini, eybəcər gücünü çox gözəl ifadə edir. Qəm əhlinə acıyır, ölümə nifrət edirsən. Xaqanidə ölümün dağıdıcı mahiyyəti həm də geniş fəlsəfi şəkildə aşkara çıxır. Burada Xaqani Xəyyamı qabaqlayır. Ölümdə bir qəssab xilqəti var. Onun bıçağından damcı-damcı qan axır. Gözəl üzlər, qara qaşlar, əllər, beyinlər torpağa çevrilir. Palçıq olur. Ölüm öz qədəhini insan qanıyla doldurur. Al şərab, ah çəkib söylədi. Mən Xaqanın qanıyam. Şahididir bu sözümə, bağbanım. Ölümün eybəcərliyi
Onun hərisliyində, xarabazarlıq həvəsində, bayquşluq niyyətindədir. Böyüklüyü alçaltmaq, ülviliyi zirvədən yerə salmaq, gözəlliyə qənim kəsilməyindədir. Dəhşətli bir xəbislik var ölümdə. Gözdə qalan murad, sönən ocaqdır ölüm. Ölüm qorxunc və eybəcərdir, ancaq həyatdan zəifdir. Ölüm daim aparır, həyat daim gətirir.